Salam, xoş gördük hamınızı. Bu vlogda sizə şənbə və bazar günü gördüyüm işləri çəkmişəm. Şənbə günü doğğa bişirdik. Biz doğğanı tez-tez bişiririk. Neçə vaxtı artıq bitmişdi doğğa. Uşaqlar da sevirlər, hamımız sevirik deyə doğğa bişirəsi olduq. Qatıq da zakaz eləmişdik. Gəldi deyə. Ona görə dedik şənbə günü doğğa bişirək. İşimin də çox olduğuna görə duxovka yeməyi elədim. Belə kartuşka, ət, pomidor, bibər hamısını bir yerdə qoyuram duxovkada bişir. Bu tez hazır olur deyə bu yeməkdən elədim. Pomidorları da dondurucudan götürmüşük. Belə ona görə belə dondular. Göyərtiləri doğradım. Birinci spanaqları doğradım. Onları yudum. İstağa qoydum suda. Sonra başladım kişnişlə şüydü doğramağa. Biz doğaya spanaq, kişniş, şüyd, bir də çöl kişnişi qatırıq həmişə. Sadəcə indi çöl kişnişi olmadığı üçün ancaq bu 3 göyərtidən elədik. Burada da artıq göyərtiləri yumuşam ikisini də. Burada spanaqdır və bunda da şüydlə kişnişdir. Biz doğaya yumurta da vururuq. 5 dənə yumurta vurdum doğaya. Düyünü də səhər duran kimi düyünü istağa qoymuşdum ki, düyü istansın və sonra doğanın içinə töküm. Qaynanam tamam başqa cür eləyir doğanı, amma bizdə evdə mama, nənə tamam başqa cür eləyirdilər. Biz qatığı qoyurduq, yumurta içinə tökmürdük. Sadəcə qatığı qoyurduq, qazın üstündə buluyurduq. Qatıq artıq qaynamağa başlayanda göyərtini tökürdük. Bir də düyünü qıraqda pörtlədib elə tökürdük. Hazır olanda doğğa içinə tökürdük. Amma qaynanam necə eləyir? Mən indi elə elədim. Doğanın içinə, qatığın içinə yumurtaları tökdüm. Sonra düyünü əlavə elədim. Onları yaxşı qarışdırdım ki, qatıq tamam bir kütlə alınsın. Qatıq, yumurta və düyü bir kütlə alınsınlar. Sonra artıq göyərtisini əlavə eləyib, qarışdırıb qoydum qazın üstündə və artıq bişirməyə başladım. Və bir də belə soğanlar əlavə edirik biz doğanın içinə. Balaca soğanları seçdim, soydum və belə doğanın içinə əlavə edirik. İçində bişir. Uşaqlar sevirlər yeməyi. Evdə hamı sevir. Sadəcə mən soğan sevmədiyim üçün mən sevmirəm yeməyi. Amma doğanın dadını o soğan heç dəyişmir. Mən birinci qaynanam eləyəndə elə bilirdim ki, doğandan soğan dadı gələcək. Amma gördüm yox. Heç də dadı dəyişmir, soğan dadı gəlmir. Sadəcə o soğan onun içində bişəndə elə sevirlər, onu elə yeyirlər. Doğanın içinə hətta mən görmüşəm, amma heç vaxt ondan yeməmişəm. Doğanın içinə balaca kiftə kimi ətləri də eləyib tökürlər. Belə Instagramda falan görmüşəm, amma heç vaxt ondan yeməmişəm. Amma noxudla eləyirlər doğğa, onu çox sevirəm. Noxudla olanda doğğa çox sevirəm. Sadəcə bizdə elə sevmirlər deyə onu eləmirik. Amma mən ondan evdə olanda yemişəm. Mənim çox xoşum gəlir doğanın içində noxud da olanda. Bir də başqa göyərtilər qatanda da sevirəm. Nanə qatan var, göy soğan qatırlar, kəvər qatan olur. Mən çox xoşum gəlir doğada başqa göyərti də olsun. Sadəcə bizdə başqa göyərtilə yeyilmir deyə ona görə biz ancaq spanaq, şüyd, kişniş, bir də əsasən çöl kişnişi. Çöl kişnişi də doğanı çox dadlı eləyir. Göyərti çox idi, göyərtidən çox qaldı. Ona görə onu belə parçanın arasında qoydum ki, suyunu çəksin. Sabah
istəyirəm ondan bazar günü uşaqlara göyərtili blinçiklər eləyim. İçinə göyərtim pendir qatıram və lavaşın arasında qoyub yağda qızardıram. Onu çox sevirlər. Çox nə vaxt eləyirəm, hamısını yeyirlər. Ona görə dedim göyərtimi belə saxlayım. Sabah inşallah ondan eləyim. Çünki bugün artıq doğadır. Bilirəm ki, doğanı yeyəcəklər. Onu da eləsəm, o qalacaqdır. Ona görə sabah eləyəsiyəm ki, yesinlər. Doğanı buluyuram, uje isinifdir deyə rahat belə bulamaq olur. Yoxsa ki, təzə eləyəndə biraz çətin qarışdırmaq olur. İndi qatıq artıq isinifdir deyə belə durulubdur. Rahat da bulamaq olur. Bu da soğanlar da içində bişəcəklər. Doğğa qaynayanda. Bir də burada belə qatıq var, onu istəyirəm süzmə eləyim. Çünki nəsə yaxşı olmadı bu qatıq, yeyilmir. Neçə gündür almışıq bunu, yeyilmir. Həmin çaldığı da kimə həmişə zakaz edirik, həmin qadın çalıbdı. Sadəcə bu dəfə qatıq bilmirik. Belə həm şirindir, çox şirindir, yemək olmur. Həm də bax, elə bir belə smetan kimidir. Bilmirik bu smetandan çalıbdı, yoxsa südü, nəsə başqa süddür. Həm belə smetan kimidir, həm də şirindir. Heç kim yemədi. Ona görə deyirəm bunu süzün, məncə bunun yaxşı süzməsi çıxar. Şirin süzmə alınar, yağlı, qəşəng. Burada da belə bunu da süzürük həmişə. Tərs üzünü çölə eləyirik. Bir də isladırıq bunu. İsladım, sonra qatığı da töküm içinə süzüm. Doğanı da çalışıram belə buluyum, dayanmayım. Amma hərdən elə olur ki, nəsə olur, sarıya nəsə lazım olur, qoyub gedirəm. Gəlirəm təzədən bir də buluyuram. İndi də gəldim, burada yağış suyu yığılır bizdə yağış yağanda. Onu güllərə verim. Yağış suyu xeyirdir də güllərə. Aparım onlara verim. Bu da kək otudur. Yuxarı qalxanda Hacıkəndə oradan yığıb gətirmişdik, əkmişik. Elə neçə ildir də bax belə bitir. Bunlara da vereyim. Bir də ətirşahın sarı yarpaqlarını təmizləyim, götürüm gərək. Saralıbdır. Yayda qəşəng olur, sonra belə havalar soyanda saralır. İndi bu ikisini, bunu, bir də bunu. Hələ ki belə hava pis deyil də, gün çıxır. Qalsın çöldə. Hava soyanda evə qoyacağım bundan bunu, ikisini. Amma bunlar qalsınlar hələ ki burada. İndi gətirim buranı süpürüm. Mum torpaqları tökülübdür burada. Yəqin ki uşaqlar oynadıqlar, töküblər. Gətirim buranı süpürüm.
Güllərin yanını süpürdüm, bitirdim. İndi də gəldim balkona. Balkona da biraz neçə vaxtı, bəlkə də 1-2 həftədir heç nə eləmirəm balkona. Ona görə burada belə qurum olubdu. Onları götürüm, qurumları. Elə bir dənə oradadır, başqa yerdə məncə yox var. Burada da var. Bir də istəyirəm pəncərələrində tozunu alım ki, balkonu silim. Balkon bəlkə də heç videoda elə də çox görsənmir, amma yaman tozdur. Orada da yarpaqlar da çoxlu. Bununla süpürgənlə yox, amma yekə şotka var. İndi onu gətirim, bunların belə tozunu alım ki, siləndən sonra alanda yerə toz tökülməsin. İndi birinci pləkəni süpürüm. O birisi pləkəni süpürdüm, o güllər qoyduğumuzu. İndi də bu çöl pləkəni süpürüm. Düzdür, burada elə bir şey yoxdur, əsasən təmizdir bura. Amma yenə də biraz da olsa süpürüm. Çox da elə o tərəfləri süpürmürəm, çünki oraları gəlib süpürürlər səhərlər. Səhər hava açılmamış, qaranlıqda gəlib süpürürlər. Çünki bura yoldur da, buradan adamlar keçirlər, ona görə buranı süpürürlər. Amma evin qabağını süpürmürlər, ona görə özüm hərdən belə düşür. Buraları süpürürəm. İndi də şotkanı gətirdim. Bu pəncərələrin tozunu alayım. Bir həllə eləmək çətindir, həm çəkmək, həm eləmək. Hələ ki belə alım, silmək fikrim yoxdur. Çünki başqa işlərim var evdə vacibli. Onları görüm, silməyi başqa bir vaxt eləyə bilərəm. Uşaqlar evdə olmayanda rahat eləyə bilərəm inşallah. Hələ ki görürsünüz də necə tozdur. Yoldu deyə maşınlar gedir, toz qalxır. Bütün həmişə buralar toz olur belə. İndi gətirib siləcəm həmi də. İndi yox, balkonu siləndə buraları da gərək siləm. Pəncərələrin qırağını, qabağını. Belə. İnşallah balkon silməyi də yəqin ki, o birisi vloqlarda çəkirəm sizin üçün. Çoxdan da sizə balkon silməyi çəkmirəm. Yayda tez-tez çəkirdim. İndi balkona çıxmırıq deyə elə də çox silmirəm də. Ona görə belə çətindir mənə bir əllə eləmək. Ona görə sizinlə sağollaşım. İnşallah gələn vloqlarda görüşərik. Sağ olun.